Misli Premyer Liqasının 28-ci turunda Neftçi səfərdə Zirə ilə heç-heç etdi 1-1. Ağqaraların məşqçisi Vitali Vernidub oyun sonrası mətbuat konfransında bunları dedi. Axşamımız xeyir. Çünki yaxşı axşamdır. Çünki belə oyunlar çempionatın səviyyəsini qaldırır. Hər iki komanda intensiv oynadı. Bugün taktiki və fiziki cəhətdən güclü komandalar oynadı. Bu oyunda üstünlük bizdə idi. Bəzi hallarda rəqib durumu bərabərləşdirdi. Mənəvi baxımdan da yaxşı oyun oldu. Futbolçularımız gözəl oynadı. Hesab öndə olanda da bu temp davam edirdi. Neftçiyə yaraşan səviyyədə oynadılar. Son dəqiqələrdə olanlara baxıb nəticə çıxararıq. Nə edək ki, vəziyyət bu yerə çıxmasın. Son epizodla bağlı fikirləriniz? Hörmətlə yanaşın. Son dəqiqələr haqda danışmaq istəmirəm. Kurçinin yerinə Abubakar meydana çıxdı. Sürət azaldı. Niyə belə qərar verildi? Belə də yanaşma olar. Topa sahib olmaq istəyirdik. Önəmli olan odur ki, hamı yüksək səviyyədə oynadı. Zirə Araz Naxçıvandan daha keyfiyyətli komandadır. Araz Naxçıvan sizlə oyunda hesabı bərabərləşdirə bilməsə də, Zirə cəzalandırdı. Bunun balanslaşdırılması üçün gələn oyunlarda futbolçulara təlimat verəcəksinizmi? Belə deməzdim. Mövqeyi onlara vermirik. Zirə yüksək səviyyədə komandadır. Topu biz vermirik, onlar alır. 90 dəqiqə ərzində tempi saxlamaq istəyirik. Dayanmırıq, təkmilləşmək istəyirik.